Bugün iki fərqli növdə olan krekerlərin gəlin bir yerdə dadına baxaq. Birinci növ göyərti və kartoflu, ikinci növ isə xama və göbələklidir. Gəlin ilk növbədə kartofludan başlayaq. Kartoflu çox sevdiyimdən məncə kartoflu daha dadlı olacaq. Baxın bu formadadır. Gəlin dadını yoxlayaq. Məncə bu sadə tutkamı verir. Yəni ümumilikdə götürdükdə kartoflun dadı hiss olunmur. Sanki sadə bir peçeniye yeyirsiniz, duzlu peçeniye. Ümumi götürdükdə yəni üzərində göründüyü kimi kartof və göyərtini tam hiss eləmədim. Gəlin ikinci növün dadına baxaq. Bu növ isə xama və göbələklidir. Görək bunun dadı necədir. Bu da eyni formadadır. Gəlin dadını yoxlayaq. Yəni məncə bu növün dadı daha qəşəngdir, amma deyə bilmərəm də bundan da göbələk tam hiss olunur. Nə göbələyin tam hiss olunur, nə xamanın tam hiss olunur. Yəni ümumi götürdükdə hər iki krekerin üzərində göstərilən şəkillərlə, tamlarla heç bir əlaqəsi məncə yoxdur. Amma dadına gəldikdə isə bu formada, yəni bu göbələkli və xamalı yazılan kreker məncə daha dadlıdır. Tərlan belə deyir.